6236 ayet olan Kur'an'ın ayetlerinin hepsini inceledim. Bunları inceleyip araştırmamdan dolayı elhamdülillah ateist oldum. Deyir ki, elhamdülillah ateist oldum, estağfurullah. Bunu ChatGPT-yə deyək ki, bu elhamdülillah mənası nədir? Elhamdülillah Ərəb dilində bir ifadədir və həmd olsun Allaha, Allaha şükürlər olsun mənasını verir. Bu ifadə İslamda çox istifadə olunur və müsəlmanlar tərəfindən Allahın verdiyi nemətlərə, yaxşılıqlara və ümumi olaraq hər bir vəziyyətə görə şükür etmək üçün işlədilir. Quranda da tez-tez keçən bu söz Allaha həmd və şükür etməyin vacibliyini vurğulayır. Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər. Hətta daha çox azğınlıqdadılar.